Lenin 1917-ci ilin aprelində yazırdı ki, Rusiyanın tərkibinə daxil olan millətlərin hamısının azad surətdə ayrılmaq və müstəqil dövlət qurmaq hüququ qəbul edilməlidir. Lenin, Rusiyanın tərkibinə daxil olan millətlərin hamısı 17-ci ilin apreldə, hələ oktyabr deyil, azad surətdə ayrılmaq və müstəqil dövlət qurmaq hüququ qəbul edilməlidir. Elə ki, oktyabrda hakimiyyətə gəldilər, 18-ci ilin Leninin, Stalin'ə, Arjenkizə telegramla nəyin bahasında olursa başını azadlamaq lazımdır. Ona görə Sovet Rusiyası Azərbaycanın müstəqilliyi tanımadı. Bəzən yazırlar ki, güya tanıyıb, elə şey yoxdur. Məhəmməd Əmin yazır ki, niyə bizi Rusiya tanımadı? Yəni, çünki Leninin o vaxt belə bir şuarı vardı. Mən axı Lenin əsərlərinin 4-5 cildinin Azərbaycanca tərcüməsində redaktor olmuşam. Şamiyanı nə təyin eləmişdi Qafqaza? Öz nümayəndəsi. Lenin 17-ci ildə oktyabr inqilabından sonra, bir həftə sonra fərman vermişdi erməni dövlətinin yaradılması haqqında. Harada? Türkiyə ərazisində. Məhəmməd Əmin məqalələrində maraqlı şeylər var ki, Türkiyə məğlubdurmu? Deyir, Rusiya istəyirdi ki, Türkiyəni dağıtsın. Bir hissəsini İzmir'i cadım alsın Yunanlar. İstanbul boğazlar bulanın. O bir tərəfdən Türk torpağında erməni dövləti yaratsın. Niyə deyir ki, Məhəmməd Əmin yazır ki, Türkiyə məğlubdurmu? Deyir, o məsələlərin heç birisini Atatürk, Türk vətənpərvərləri həyata keçirməyə qoymadılar. Nə İstanbul'u verdilər, nə boğazları verdilər, nə də Türk torpağında erməni dövlətini yaratmağa qoydular. Burada bir məsələ çıxır ki, zəif nöqtə harıydı Qafqaz. Nə yazılmışdı İstiqlal bəyənləməsində? Və ondan sonra Azərbaycan dövləti harada? Cənub şərqi Qafqaziyyədə. Yəni, Bakı, Gəncə, Yerevan quberniyasından ibarət Azərbaycan Respublikası. Amma harada yaratdılar? Yerevan quberniyasında. Türk torpağında yarada bildilər. Türkə qoymadılar. Zəif yer harıydı? Bəs bəzən genə məsələ qaldırırlar ki, bu yaxında bizim Milli Məclisdə Ağabalı bir təşrif verir ki, Cumhuriyyətin Yerevanı Ermənistana vermək haqqında qərarla ləğv eləyək. Xəbər yoxdur ki, 28-də müstəqillik elan olunub. Mayın 29-unda Türklər, İngilislər deyirlər ki, Gümrünü, Aleksandropolu Türklər tutdular. Yerevanı Ermənistan dövlətinə bayraq yeri qalmadı. Şəhər qalmadı. Onda dedilər ki, Yerevan olsun Ermənistan paytaxtı. İndi səndən soruşuram. 28 nəfər ki, İstiqlal bəyənləməsini imzalamışı Tiflisdə. Ordusu yox, qoşunu yox, heç adı yox. Bunlara deyəndə ki, Bakıda Türklərin gəlməsindən asıldı. Kim azad eləyəcək? Bakını. İndi sən deyəndə ki, o Ermənistanda Türklər də qoymurlar ki, Türk torpağında erməni dövləti yaransın. Onu burada yaradırlar ki, Yerevanı ermənilərə verin. Sən deyə bilərdin ki, vermərə, ittiham eləmək indi. O cumhuriyyətçiləri, o dövlət yaradan. Əsas qayə Bakını azad eləmək idi. Azərbaycanı azad eləmək idi. Azərbaycan adlı dövləti yaşatmaq idi. 90 il, neçə il bundan qabaq olmuş tarixi indinin gözü ilə deyəsən ki, gəlin filan şey filan eləyək. Bu nə qədər həqiqətə uyğun olan şeydir. Siyasət böyük elmdir. Ondan gələ hər kəs məşğul olmasın. Bilən məşğul olsun. Və bu milləti də yolundan çıxartmasınlar. Yəni, xəyalı məsələlərlə məşğul olmasınlar. Müasir Azərbaycanı elə vəziyyətə salmaq lazımdır ki, Dağlıq Qarabağ ermənisi görsün ki, azadlıq hardadır, yaşamaq hardadır, demokratiya hardadır, insan kimi yaşamağın şəraiti harda var. Hara gedirlər ermənilər?
Ermənistanı boşaldıb indinin özündə. Soruşuram. Harada yaşayış var onun?